Salam, hər vaxtınız xeyir. Gəlin testimizi izah edək. Doğru olmayan fikri müəyyən edin. Birinci fikir, mülayim istilik qurşağının olduğu yerlərdə günəş zenitdə ola bilməz. Burada diqqətli olmaq lazımdır. Burada bizə mülayim istilik qurşağı deyir. Əgər işıqlanma qurşağı desəydi, bu doğru olardı. Amma istilik qurşağında günəş zenitdə ola bilər. Yəni, mülayim istilik qurşağının olduğu ərazilərdə də günəş zenitdə ola bilər. Ona görə bu doğru fikirdir. İkinci fikir deyir ki, yanvar və iyul ayları izotermləri arasındakı ən böyük fərq Antarktida materikində müşahidə olunur. Antarktida materikində zaten iqlim soyuqdur. Ona görə həm yanvar, həm də iyul ayları soyuq olur. Yəni, böyük bir fərq olmur. Yanvar və iyul ayları arasında izotermləri arasındakı ən böyük fərqi bilmək istəyiriksə, bir fəsillərin aydın müşahidə edildiyi materiklərə baxmalıyıq. Bu da aydındır ki, Avrasiya materiki olar. Ona görə burada 2 də doğru olmayan fikirdir. Çünki Avrasiya materikində də həm yay fəsli çox isti olur, qış fəsli isə çox soyuq olur. Ona görə izotermlər arasında da böyük bir fərq yaranır. İzoterm də eyni temperatura malik nöqtələri birləşdirən xətlərdir. Üçüncü fikirdə deyir ki, ümumi radiasiyanın ən böyük qiyməti tropik enliklərdə müşahidə olunur. Bu doğrudur. Ümumi radiasiyanın ən böyük qiyməti tropik enliklərdədir. 200-220 kilokaloridir, yəni 1 sm kvadrat ərazidə. 4-də deyir ki, buludları təşkil edən əsas su kütləsi maye haldadır. Bu doğru fikirdir. 5. Yamal və Kola yarımadaları subarktik və mülayim iqlim qurşağında yerləşir. Bu yanlışdır. Hətta Yamal belə deyək, yarımadasının müəyyən bir hissəsi də arktik iqlim qurşağına da düşür. Yəni, mülayim iqlim qurşağı fikri burada yanlış olacaq. Ona görə 5 yanlış fikirdir. 6-da deyir, Cənubi Amerika materikində mülayim iqlim qurşağının 2 tipi vardır. Bu doğrudur. Cənubi Amerikanın qərb və şərqində mülayim dəniz iqlim tipi, mərkəzində isə mülayim kontinental iqlim tipidir. Ona görə burada doğrudur. Düzgün cavabımız olacaq 1, 2, 5, yəni B variantı.